Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Martın 3-üdür və beynəlxalq maliyyə birjasında nələr baş verəcəyini dünən bildiyiniz kimi qızıl sürətlə yuxarı doğru istiqamətlə davam etdirir. Birinci günüdür. Günün ikinci yarısından sonra xəbərlərdən bir saat qabaq deyək ki, qiymət sürətlə aşağı doğru istiqamətlə davam etdirir. Amerikada çıxan xəbər yaxşı olduğu üçün qızıl yenidən aşağı doğru ən azından dünənki gepi bağladı. Yəni baxmayaraq ki, gepdən sonra $110 qalxmışdı və həmin gepi $140 qalxmışdı və həmin gepi bağladı. Bugün nələr baş verəcək? Bugün satış əməliyyatlarımız, qısa müddətli satış əməliyyatlarımız 5354-dən gələcək, 53-dən gələcək. Biz bunu təyin etmişik. Alış əməliyyatları isə 5374-dən gəlməlidir və biz onu gözləyirik. Səhər saatlarında artıq biz icra etmişik və gözləyirik ki, həmin nöqtə yaxınlaşsın. Belə, keçək digər cütlüklərə. Digər cütlüklərdə təbii ki, biz neftdən danışarıq. Neft bildiyiniz kimi yəni qeplə açıldı və qepi bağlamaq istəmir. Yəni sözün əsl mənasında həmin qep var. Çünki ümumi istiqamət neftdə hələ ki yuxarıdır. Yəni ən azından 83-ü demişdi, 93-ü demişdi. Yəni qiymət ən azından dünən 81'lərə kimi qalxdı. Bugün yenidən 81'i keçib yuxarı doğru istiqamətlə davam etdi. Təbii ki, alternativ ssenaryoda sel əməliyyatları 77-80'lərdən gələcək. Bitcoin'e gəldidə isə Bitcoin ümumi olaraq səhər saatlarında ümumi istiqamət aşağıda, hədəf olaraq 67 260'lar, 66 700'lər və ən aşağıdakı hədəfi isə 66 250'lərdir. Yəni bu nöqtələrdən geri dönmə ehtimalı var. Amma hazırki vəziyyətdən 68-100'lərdən alış əməliyyatlarımız deməli 68-700'lərdən gələcək.